İstanbul'da bir eğitim aldım və üçün birlikdə tətbiq edirəm. Çünki terapiya ixtisası olmağın əslində ixtisas aldığım zaman çox sevmirdim. Çünki çox çətin bir ixtisasdır. Bir xəstəni imtahana hazırlaşanda da o suallar təpədən dırnağa qədər bir orqanizmi, yəni əzbər bilməlisən. Biraz ağır sahə idi. Amma indi çox sevinirəm ki, mən bütün xəstələrə istər kosmetoloji müraciət edən, istər kök hüceyrə tam rahat diaqnoz qoya bilirəm və onu dəyərləndirə bilirik xəstəni. Yəni bu özü çox gözəl bir şeydir. Amma bu sahəyə çatmağımda həqiqətən özümün əməyim, əziyyətim çox olub. Həm oxumaqla, bəli, oxumaqla, yuxusuz gecələrlə, 4 övladım olmasına rağmen qaça-qaça, çox sağ olun, maşallah gününüz olsun. Yəni bu addımları atmaqla həqiqətən bir ana üçün, ev qadını üçün, həmçinin həkim olmaq, yəni bu şeyləri eləmək çox çətindir. Amma bunları mən sevərək edirəm, çünki işimi çox sevirəm və ona görə də belə deyim ki, Allah əziyyətimin bəhrəsini göstərdi. İmtahana da həqiqətən əziyyət çəkərək hazırlaşmaq, çünki xüsusi suallar... Canlı şahidi oldum. Bəli, bəli. Nə qədər həyəcan keçirdiyinizin canlı şahidi oldum. Bəli, həmin zaman efir var idi. Dedim ki, biraz da uzadaq, imtahanı verim rahat olsun. Elə biləm, ona rahat olmayacaqdım. Və həqiqətən də bunu şahid olmuşam ki, Allah heç kimin əziyyətini yerdə qoymur. Və adama əziyyətlə qazandığımız şey daha gözəl olur. Daha onun dəyərini bilirsən ki, mən bunu öz əziyyətimlə, öz savadımla, zəhmətimlə əldə eləmişəm. Yəni, baş həkimlik də elə, yəni yenə də öz əziyyətimlə və xanımın dediyi kimi, həkimliyi bir kənara qoyanda insanda dürüstlük varsa, o zaman daha çox, yəni insani keyfiyyət üstün olanda daha çox qabağa gəlsən. İstər xəstələr ona, bəli, fikir verirlər, o həkimin insani vicdan olur. Həkimdə vicdan çox önəmlidir. İstər pasientlər ona fikir verirlər, istər kollektivdə ona fikir verirlər və bu baş həkimlik təklifini də aldım və həqiqətən də sevərək qəbul elədim. Çox gözəl bir kollektivdə çalışıram, dürüst, düzgün insanlarla. Bu özü də yəni böyük bir şeydir ki, ətrafında biləsən ki, düzgün insanlar var. Sizin rəhbərliyiniz altında, sizin nəzarətiniz altında o komanda daha da inkişaf eləyəcək, daha doğrularınız bol olsun inşallah. Əslində, hər zaman siz də çıxışlarınızda deyirsiniz ki, gözəllik həm də bizi daha çox özgüvənli eləyir. Burada hər birimiz xanımlarıq da, yəni kadr önündə gözəl simanı onu məndən gözəl bilən olmaz. Çünki mən o ağır əməliyyatdan sonra mən indiyə qədər mən deyirəm ki, təşəkkür edirəm ki, mənə sanki yeni nəfəs verdilər. Yeni bir səhifə açdım həyatımda. İkinci həyat, ikinci bahar kimi. O qədər dəyişiklik oldu məndə. Daha ürəklə, daha özgüvənli. Bir də mən deməyə bilmərəm, Səkinə xanım həkimdir. Yəni, indi kosmetoloqlar çoxdur. Özdə biabırçı kosmetoloqlar da çoxdur. Ona görə tövsiyə edirəm mən gözəl xanımlara.